Salam. Bugün seninle çok vacip bir mövzunu, hayat kurtarabilecek bilikleri, necə deyim, dərindən müzakirə edəcəyik. Bəli, söhbət Amerika Ürək Assosiasiyasının, yəni AHA-nın böyüklər üçün ilkin həyat dəstəyi üzrə ən son 2025-ci il təlimatlarından gedir. Düzdür. Bəlkə də düşünürsən, bu mənə niyə lazımdır? Amma təsəvvür et ki, ürək dayanması, hər an ola bilər. İşdə, evdə. Hə, istənilən yerdə. Və statistikada açığı çox ürək açan deyil, təəssüf ki. Məqsədimiz də elə budur. Bu təlimatlardan ən vacib, ən kritik məqamları çıxarıb sənə çatdırmaq. Çatdırmaq ki, yəni belə bir vəziyyətlə qarşılaşsan nə edəcəyini biləsən. Bizim işimiz bu. Mürəkkəb tibbi protokolları sadələşdirməkdir. Səni əsas prinsiplərlə təchiz etmək, eləmi? O sağ qalma zənciri dediyin, hə? Bəli, o zəncirin ilk halqaları tanımaq, təcili yardımı çağırmaq, keyfiyyətli ürək, yəni ürək ağciyər reanimasiyası və defibrillyasiya, bunlar həqiqətən həyatla ölüm arasındakı fərqi yaradır. Gəl onda elə rəqəmlərlə başlayaq, vəziyyətin miqyasını, ciddiliyini anlayaq. Aha. Məsələn, ABŞ-da hər il təxminən 356 min insan xəstəxanadan kənarda ürək dayanması yaşayır. OHC deyirlər buna. 356 min. Və xəstəxana daxilində də az deyil, düzdür? Hardasa 292 min nəfər. Bəli, ICHCA və sağ qalma faizi xüsusilə xəstəxanadan kənarda olanlarda çox aşağıdır, təxminən 10,5%. Çox aşağıdır. Üstəlik deyirsən ki, bu hadisələrin çoxu evdə baş verir. Məhz elə, ona görə də ətrafdakıların, yəni kənar şəxslərin, adi insanların vaxtında müdaxiləsi həyati vacibdir. Amma baxırıq ki, ürək tətbiqi məsələn heç 50%-ə çatmır, təxminən 47-48%-dir. Avtomatlaşdırılmış xarici defibrilyator, yəni AHD istifadəsi isə daha da azdır. Cəmi 8%-ə yaxın. Bu, həqiqətən çox azdır. Çox azdır. Və bu rəqəmlər bölgədən bölgəyə, hətta irqə, cinsə görə də dəyişir. Məhz buna görə də AHA-nın 2030-cu il üçün hədəfləri var. Hədəflər nədir? Kənar şəxslərin ürək tətbiqini 50%-dən, AHD istifadəsini isə 20%-dən yuxarı qaldırmaq. Amma buna çatmaq üçün hamının bu bacarıqlara yiyələnməsi lazımdır. O 2015-ci il sorğusu da göstərir ki, ABŞ-da cəmi 18% adamın aktual ürək təlimi var. 18%. Bu, həqiqətən də çox düşündürücüdür. Yəni, çox iş görülməlidir. Bəli, hər birimizin üzərinə məsuliyyət düşür. Yaxşı, gəl indi praktik addımlara keçək. Tutaq ki, kimsə yıxıldı qəfildən. Onun ürəyinin dayandığını necə bilərik? Yəni, adi bir vətəndaş nəyə fikir verməlidir? Vaxt qayda əslində sadədir. Əgər adam huşsuzdursa, yəni səslənirsən, sirkələyirsən, reaksiya vermirsə və normal nəfəs almırsa. Normal nəfəs almırsa deyəndə, yəni ya heç nəfəs almır, ya da çox qəribə, kəsik, səsli, elə bil güclə hava udur, can çəkir. Buna agonal tənəffüs deyirlər. Bax, bu ikisi varsa huşsuzluq və anormal nəfəs, deməli, ürək dayanmasıdır və salam. Dərhal hərəkətə keçmək lazımdır. Amma nəbz yoxlamaq lazım deyil, eləmi? Adi vətəndaş üçün. Qətiyyən, bu tövsiyə edilmir. Çünki həm vaxt itkisidir, həm də təcrübəsiz adam üçün nəbzi tapmaq çətindir. Çaşa bilər. Yəni, səhvən ürəyi dayanmayan birini ürəkləməyin riski, ürəyi dayanan birinə heç nə etməməyin riskindən qat-qat azdır. Anladım. O, agonal tənəffüsdə tez-tez olur deyirsən? Hə, 40-60% hallarda rast gəlinir və insanları çox çaşdırır. Elə bilirlər adam nəfəs alır, amma əslində o, ürək dayanmasının əlamətidir. Bəs tibb işçiləri, onlar nəbz yoxlamalıdır? Bəli. Tibb işçiləri huşsuzluq və anormal tənəffüslə yanaşı nəbzi də yoxlamalıdır. Amma burada da qızıl qayda var. 10 saniyədən çox vaxt itirməmək. Əgər 10 saniyəyə dəqiq nəbzi hiss etmirsənsə, şübhədəsənsə, gözləmə. Dərhal ürəyə başla. Oldu. Deməli, ürək dayanmasını təyin etdik. İlk addım nədir? Təksənsə hadisə yerində. Birinci iş. Dərhal təcili yardım. Bir də 113 və ya 112. Zəng elə. Mümkünsə, telefonu qoy yanına, səs ucaldanına. Spiker qoş, bu vacibdir. Niyə? Həm əllərin sərbəst qalır ürək üçün, həm də dispetcher səni eşidir və sənə telefonda addım-addım təlimat verə bilər. Bu çox kömək olur stres anında.
Zəng etdin, sonra isə dərhal vaxt itirmədən sinə kompressiyalarına başla. Yəni əvvəlcə zəng, sonra kompressiya. Bu ardıcıllıq həmişə belədir. Bəli, tək xilasedici üçün bu ardıcıllıq ən doğrusudur. Kömək yolda olmalıdır. Həm də dispetçerin təlimatları həyati ola bilər. Gəldik o məşhur surana. Nəfəs vermək. Mütləqdirmi? Adi vətəndaş nə etsin? Bax, adi vətəndaş üçün əsas tövsiyə budur. Sinə kompressiyaları mütləqdir. Həmişə. Əgər sən ürə təlimi keçmisənsə, nəfəs verməyi bacarırsansa və bunu etməyə, necə deyim, hazırsansa, onda 30 kompressiyadan sonra 2 nəfəs vermək daha yaxşı nəticə verə bilər. Amma təlim keçməyibsə və ya istəmirsə, ancaq kompressiyada olar. Bəli, yalnız kompressiyada həyat xilas edə bilər və bu, heç nə etməməkdən qat-qat üstündür. Tibb işçiləri üçün isə tövsiyə dəyişmir. Həm kompressiya, həm ventilyasiya və başlama ardıcıllığı CCAB olmalıdır. CAB, yəni Circulation, qan dövranı kompressiya, Airway, tənəffüs yolu, Breathing, tənəffüs. Niyə əvvəl kompressiya? Çünki qan dövranını bərpa etmək ən prioritet məsələdir. Kompressiyalara başlamaq üçün gecikməni minimuma indirir. Nəfəs vermək də vacibdir, xüsusilə boğulma hallarında və ya ürə uzun çəkəndə, çünki qandakı oksigen tükənir axı. Bəs fərdi qoruyucu vasitələr, maska, əlcək, onları axtarmağa vaxt sərf etməyək? Əgər əlinin altındadırsa, varsa istifadə etmək yaxşıdır. Amma onları axtarmaq, geyinmək üçün ürəyəni bir neçə saniyə belə gecikdirmək olmaz. Həyat qurtarmaq birincidir. Son tədqiqatlar göstərir ki, FCV istifadəsi ürək keyfiyyətinə çox təsir etmir, amma xilasedicini biraz tez yora bilər. Anladım. İndi keçək yüksək keyfiyyətli ürəyənin, necə deyim, texniki tərəflərinə. Ürək harada aparılmalıdır? Xəstəni tərpətmək lazımdırmı? Adətən, xəstə harda tapılıbsa, elə oradaca. Əgər ora təhlükəsizdirsə. Xəstəni başqa yerə daşımaq çox vaxt lazımsız gecikmə və fasilələrə səbəb olur. İdeal odur ki, bərk səth olsun altında, məsələn döşəmə. Amma bu mümkün deyilsə, məsələn yataqdadırsa, elə oradaca başlamaq daha yaxşıdır, nəinki vaxt itirmək. Özümüz necə durmalıyıq? Ən yaxşısı, xəstənin yanında diz çöküb, gövdəni düz saxlamaqdır. Bu, ayaq üstə durmaqdan daha effektiv kompressiya etməyə imkan verir. Əllərin mövqeyi də dəqiq olmalıdır yəqin. Sinənin tam ortasına. Bəli, bir əlin dabanını sinə qəfəsinin mərkəzinə, yəni döş sümüyünün aşağı yarısına qoyursan, o biri əli də onun üstünə qoyub barmaqlarını bir-birinə keçirirsən, kilidləyirsən. Bəlkə də dominant əlini aşağıya qoymaq daha rahat olar. Bu duruşun əl mövqeyinin əhəmiyyəti nədir? Birincisi, diz üstə olanda bədən ağırlığından istifadə edib, daha dərin və daha az yorularaq basa bilirsən. İkincisi, düzgün əl mövqeyi təzyiqin birbaşa ürək mədəcikləri üzərində düşməsini təmin edir və döş sümüyünün ucundakı o kiçik, kövrək xəncərə bənzər çıxıntını hifoidi zədələməkdən qoruyur. Bərk səth də vacibdir ki, basdığın güc yumşaq matrasda itməsin. Gəldik ən kritik rəqəmlərə. Dərinlik və tezlik. Necə olmalıdır bunlar? Orta yaşlı böyük üçün dərinlik ən azı 5 sm, amma 6 sm-dən çox yox. Bu vacibdir, 6 sm-i keçməmək. Tezlik isə dəqiqədə 100-120 kompressiya olmalıdır. Bu, kifayət qədər sürətli bir tempdir. Təxminən saniyədə 2 dəfə kimi. Və o geri bildirim cihazları. Onlar həqiqətən işə yarayır. Bəli, son təlimatlar onların istifadəsini məqsədə uyğun hesab edir. Çünki bu cihazlar sənə real vaxtda göstərir ki, nə qədər dərin basırsan, sürətin necədir, bu ürək keyfiyyətini optimallaşdırmağa kömək edir. Yəni, cihaz daha bərk bas və ya biraz yavaşla kimi siqnallar verir. Məhz elə və tədqiqatlar göstərir ki, bu rəqəmlər 5-6 sm dərinlik, 100-120 tezlik sağ qalma ilə birbaşa əlaqəlidir. Hətta həddindən artıq dərin, yəni 6 sm-dən çox basmaq sağ qalmanı azalda bilər. Ona görə bu cihazlar çox faydalıdır. Bəzi araşdırmalar onların spontan qan dövranının bərpası, yəni ürəyin yenidən işə düşməsi şansını artırdığını da göstərib. Çox maraqlıdır. Texnologiya köməyə gəlir. Bəs başqa nə vacibdir kompressiya zamanı? Geri qayıtma və fasilələr. 2 çox kritik məqam. Geri qayıtma,
Hər kompressiyadan sonra sinə qəfəsinin tamamilə öz əvvəlki vəziyyətinə qayıtmasına imkan vermək lazımdır. Yəni, əlləri sinəyə söykəmək, ağırlığı üstündə saxlamaq olmaz. Buna chest recoil deyirlər. Niyə bu vacibdir? Çünki sinə qalxanda ürək qanla dolur. Əgər tam qalxmasa, ürək effektiv dolmur və növbəti kompressiyanın da faydası azalır. İkinci məqam isə fasilələrdir. Kompressiyalar arasındakı bütün fasilələri nəfəs vermək üçün, nəbz yoxlamaq üçün, defibrillatoru hazırlamaq üçün minimuma endirmək lazımdır. Minimuma endirmək deyəndə nə qədər? Sinə kompressiya fraksiyası, SKF deyilən bir şey var, hə? Bəli, SKF. Bu, ürəyə zamanı faktiki olaraq sinəyə təzyiq edilən ümumi vaxtın faizidir. Hədəf ən azı 60% olmalıdır. Yüksək performanslı təcrübəli komandalar isə 80%-dən yuxarı nəticə göstərir. Fasilə nə qədər az olsa, o qədər yaxşıdır. Niyə fasilələr bu qədər zərərlidir? Çünki sən kompressiyanı dayandıran kimi ürəyi qanla təmin edən koronar perfuziya təzyiqi dərhal, kəskin şəkildə aşağı düşür. Bu təzyiqi yüksək saxlamaq isə ürəyin və ən əsası beynin sağ qalması üçün həyati əhəmiyyət daşıyır. Hər saniyə önəmlidir. Yorğunluq da yəqin ki, keyfiyyəti aşağı salır. Adam dəyişmək lazımdır. Çox xilas edici varsa, təxminən hər 2 dəqiqədən 1 və ya 5 dövrə 30.2-dən sonra kompressiya edən şəxsi dəyişmək tövsiyə olunur. Yorğunluq hiss etməsən belə dəyişmək lazımdır, çünki keyfiyyət bilinmədən düşə bilir. Ürək zamanı nəbz yoxlamaq necə? Lazımdırmı? Bax, xəstəxana xaricində, yəni qabaqcıl monitorinq olmayan şəraitdə ürək zamanı rutin nəbz yoxlaması tövsiyə olunmur. Bu, adətən lazımsız fasilələrə səbəb olur. Ancaq defibrillator ritmi analiz edəndə və ya xəstədə həyat əlamətləri, hərəkət, öskürək görünəndə nəbz yoxlanıla bilər. Bəs şokdan sonra? Defibrillator şok verəndən dərhal sonra nə etməli? Şokdan dərhal sonra 1 saniyə belə gözləmədən kompressiyalara davam etmək lazımdır. Ritmi yoxlamaq üçün fasilə vermək olmaz. Ən azı 2 dəqiqə ürə davam etməlidir. Sonra lazım gələrsə yenidən ritm analiz edilir. Aydın oldu. İndi keçək ventilyasiyaya, yəni nəfəs verməyə. Əgər verəcəksə, dedin ki 30 kompressiyaya 2 nəfəs. Necə verməli? Əgər xəstədə intubasiya borusu və ya başqa qabaqcıl tənəffüs yolu yoxdursa, nisbət 30.2-dir. Üsullar müxtəlif ola bilər. Ən sadəsi ağızdan ağıza, amma qoruyucu vasitə varsa, ağızdan maskaya daha yaxşıdır. Tibb işçiləri isə adətən kisə maska, yəni ambu kisəsi istifadə edirlər. Hər nəfəsi təxminən 1 saniyə ərzində sakitcə vermək lazımdır. Nə qədər hava vermək lazımdır? Güclü üfürmək olmaz yəqin. Qətiyyən, əsas qayda budur. Sinə qəfəsinin gözlə görünən dərəcədə qalxmasını təmin edəcək qədər hava vermək kifayətdir. Nə çox az hipoventilyasiya, nə də çox güclü və ya çox həcmli hiperventilyasiya vermək olmaz. Hər ikisi zərərlidir. Çox hava mədəyə gedə, qusmaya səbəb ola bilər. O kisə maska ilə ventilyasiya çətindir deyirlər. Hə, təcrübə tələb edir. Xüsusilə tək adam üçün çətindir. Ən effektiv üsul 2 nəfərlədir. Biri maskanı 2 əli ilə xəstənin üzünə sıxıb kip saxlayır, digəri isə kisəni sıxır. Tənəffüs yolunda. Məsələn, ağızdan vermək olmursa. Hə, əgər ağız zədəlidirsə və ya başqa səbəbdən mümkün deyilsə, ağızdan buruna nəfəs vermək olar. Əgər xəstənin boynunda traxeal stoma deyilən dəlik varsa, nəfəs borusu birbaşa dəriyə açılır, onda nəfəsi ağızdan və ya maskadan birbaşa o stomaya vermək lazımdır. Bir də respirator ərrest var idi. Nəbz var, nəfəs yoxdur. Opioidlər də olur deyəsən. Bəli, məsələn, opioid doza həddinin aşılması zamanı tez-tez rast gəlinir. Nəbz var, amma adam ya heç nəfəs almır, ya da çox səthi, qeyri-adekvat nəfəs alır. Bu halda kompressiya lazım deyil, amma hər 6 saniyədən bir dəfə nəfəs vermək lazımdır. Yəni, dəqiqədə 10 nəfəs. Yenə də sinə qalxmasını təmin etməklə. Bu, vəziyyətin ürək dayanmasına keçməsinin qarşısını ala bilər. Çox vacib məqamdır. İndi isə sıra gəldi defibrillyasiyaya. Əgər ətrafda AEKD varsa, necə istifadə etməli? Elektrodları hara yapışdırmalı? Bax, həyat qurtaran bir cihazdır.
Elektrodları, yəni o yapışqan padləri birbaşa xəstənin çılpaq sinəsinə yapışdırmaq lazımdır. Paltar varsa kəsib çıxarmaq lazımdır. Standart yerləşdirmə mövqeləri var. Biri anterolateral, sinənin sağ üst hissəsi, körpücük sümüyünün altına və sol yan tərəf, qoltuq altı xətti üzrə. Digəri isə anteroposterior, biri sinənin ön sol tərəfi, ürəyin üzəri, digəri isə kürəkdə eyni səviyyədə. Hər iki mövqe effektivdir. Böyüklər üçün elektrodların ölçüsü 8 sm-dən böyük olmalıdır. Və o maraqlı məqam, qadınlarda büstqalteri mütləq çıxarmaq lazımdırmı? Bax, son təlimatlar bu məsələyə aydınlıq gətirir. Deyirlər ki, əgər büstqalter elektrodların düzgün, dəriyə tam təmas edəcək şəkildə yapışdırılmasına mane olmursa, onu kəsib çıxarmağa ehtiyac yoxdur. Sadəcə kənara çəkmək və ya yuxarı qaldırmaq kifayət edə bilər. Hətta içində metal məftil olsa belə, məhdud tədqiqatlar göstərib ki, bu şok zamanı ciddi problem yaratmır. Bu niyə vacibdir? Çünki bəzən xilasedicilər, xüsusilə kişilər, qadın xəstənin büstqalterini çıxarmağa tərəddüd edə bilər və bu, AST istifadəsini ləngidə bilər. Bu yeni tövsiyə həmin tərəddüdü azaltmağa və potensial gender bərabərsizliyini aradan qaldırmağa yönəlib. Əsas odur ki, elektrod dəriyə yaxşı yapışsın. Bəs şokdan əvvəl ürək etməyə davam etməliyik, yoxsa cihaz hazır olan kimi dayanaq? Ümumi qayda belədir. Bəli, ürəni davam etdirin. Defibrilyator gətirilənə, hazır olana və elektrodlar yapışdırılana qədər kompressiyaları dayandırmayın. Hətta cihaz ritmi analiz edərkən və ya enerji yığarkən də, əgər mümkündürsə, kompressiyalara davam etmək məqsəd uyğundur. Şok düyməsini basmazdan əvvəlki saniyələrə qədər. Dərhal şok nə vaxt verilir bəs? Saniyə ərzində hazırdırsa və qoşuludursa. Amma əksər xəstəxana xarici hallarda belə olmur, arada vaxt keçir. Şahidsiz hallarda və ya vaxt keçibsə, niyə əvvəlcə ürəmo etmək bu qədər vacibdir? Çünki ürək dayanmasından bir neçə dəqiqə keçdikdən sonra ürək əzələsindəki enerji ehtiyatları ATP tükənir. Ürək, necə deyim, yorulur. Şok verilsə belə effektiv olmaya bilər. Şokdan əvvəl edilən keyfiyyətli ürəyə biraz oksigen və enerji verir, onu qismən canlandırır və şokun uğurlu olma ehtimalını artırır. Xüsusilə VF, PVT, şok verilə bilən ritmlər bir neçə dəqiqədən çox davam edibsə. Və təkrar edək. Şok ətrafındakı fasilə, yəni perişok fasiləsi minimum olmalıdır. İdealda bir neçə saniyə. Bu, sağ qalma üçün ən kritik faktorlarından biridir. Çox aydın oldu. İndi gələk bir neçə xüsusi, amma tez-tez rast gəlinən vəziyyətə. Məsələn, yad cisim tənəffüs yollarının obstruksiyası, YÇTO, yəni boğulma. Təəssüf ki, bu, xüsusilə uşaqlarda və yaşlılarda qafil ölümlərin adi səbəblərindən biridir. Burada vəziyyəti düzgün qiymətləndirmək vacibdir. Əgər obstruksiya yüngüldürsə, yəni insan güclü öskürə bilir, danışa bilir, nəfəs ala bilirsə, Onda nə etməli? heç nə, müdaxilə etməyin. Sadəcə yanında olun, sakitləşdirin və güclü öskürməyə təşviq edin. Bədənin öz müdafiə mexanizmi öskürək adətən kifayət edir. Bəs ağır obstruksiyadırsa, öskürək zəifdirsə, səssizdirsə, adam danışa bilmirsə, göyərirsə... Bax, bu artıq təcili vəziyyətdir. Dərhal təcili yardımı 103-112 çağırın və ya kiməsə çağırmasını tapşırın və əgər adam hələ huşludursa, dərhal müdaxiləyə başlayın. Yeni təlimatlar ardıcıl 5 dəfə kürəyə zərbə, sonra isə 5 dəfə qarına təkan Heimlich manevri tövsiyə edir. Əvvəl 5 kürək, sonra 5 qarın. Niyə bu ardıcıllıq? Əvvəllər deyəsən ancaq Heimlich idi. Bəli, dəyişiklik var. Araşdırmalar və beynəlxalq təcrübə göstərir ki, kürəyə zərbələr özü də çox effektiv ola bilər və bəlkə də qarın təkanlarından daha az travmatikdir. Bu 5+5 kombinasiyası həm effektivliyi artırmaq məqsədi daşıyır, həm də uşaqlar üçün olan təlimatlarla daha çox uyğunluq təşkil edir. Bu dövranı cism çıxana qədər və ya xəstə huşunu itirənə qədər davam etdirin. Əgər bu manevrlər zamanı boğulan insan huşunu itirirsə, onda nə etməli? Onu əhmalca yerə uzandırın və dərhal ürəyəyə başlayın, yəni sinə kompressiyalarına. Heç bir fərqi yoxdur, standart ürəyə kimi. Bir vacib fərqlə.
Hər dəfə nəfəs vermək üçün tənəffüs yolunu açanda ağız boşluğuna sürətlə nəzər salın. Niyə? Əgər yad cisim kompressiyalar nəticəsində yuxarı qalxıbsa və aydın şəkildə görünürsə, onu barmaqla ehtiyatla çıxarmağa cəhd edin. Amma əgər görmürsünüzsə, qətiyyən kör-köranə barmaqla ağızda axtarış etmək olmaz. Niyə olmaz? Çünki görmədən barmaqla axtarmaq cismi daha dərinə itələyə və tənəffüs yolunu tam bağlaya bilər. Bu çox təhlükəlidir. Ürəyəyə davam etmək daha doğrudur. Kompressiyaların özü də sinədə təzyiq yaradaraq cismin çıxmasına kömək edə bilər. Bəs boğulma hallarında başqa xüsusi vəziyyətlər, məsələn, çox kök insanlarda və ya hamiləliyin son aylarında olan qadınlarda heimlich manevri etmək olmur axı. 5 dəfə kürəyə zərbə, sonra isə 5 dəfə sinəyə təkan. Sinəyə təkanlarını elə ürək dayanması zamanı kompressiya edilən nahiyəyə, yəni döş sümüyünün aşağı yarısına tətbiq etmək lazımdır. Son zamanlar boğulma üçün xüsusi sorucu cihazlar reklam olunur. Onlar barədə nə deyilir təlimatlarda? Hələlik bu cihazların effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər elmi sübut yoxdur. Ona görə də hazırki təlimatlar onların istifadəsini nə tövsiyə edir, nə də əleyhinədir. Yəni, sübutlar toplanana qədər standart metodlara, kürəyə zərbə, qarın sinə təkanı, ürəyə üstünlük verilməlidir. Keçək piylənməsi olan xəstələrdə ürək dayanmasına, onlara ürək edərkən nəyəsə xüsusi diqqət yetirmək lazımdırmı? Əsasən, standart ürə texnikaları tətbiq edilir. Əsas çətinlik odur ki, xəstəni bərk səthə, məsələn, döşəməyə keçirmək çox çətin və vaxt aparan ola bilər. Əgər bu, ürənin başlanmasını əhəmiyyətli dərəcədə gecikdirəcəksə, o zaman olduğu yerdə, məsələn, yataqda dərhal kompressiyalara başlamaq daha məqsədə uyğundur. Dərinliyə çatmaq da çətin ola bilər yəqin ki. Bəli, sinə divarının qalınlığı səbəbindən lazımi 5-6 sm dərinliyə çatmaq üçün xilasedicidən daha çox fiziki güc tələb oluna bilər. Bu da xilasedicinin daha tez yorulmasına səbəb ola bilər. Ona görə də, əgər varsa, geri bildirim cihazı ilə dərinliyə nəzarət etmək və əgər bir neçə xilasedici varsa, vaxtında yorulmadan dəyişmək xüsusilə vacibdir. Bəzi xəstəxanalarda istifadə olunan o arxa lövhələr, CPR board var, amma tədqiqatlar göstərir ki, onlar matras üzərində ürə keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmır. Bəs alternativ ürək texnikaları, məsələn, o mexaniki kompressiya cihazları, onlar barədə nə deyilir? Mexaniki ürək cihazları, məsələn, Lucas və ya Altoplos kimi var, amma onların rutin, yəni hər ürək dayanması halında istifadəsi tövsiyə edilmir. Niyə? Çünki böyük kliniki tədqiqatlar onların manual, yəni əllə edilən yüksək keyfiyyətli ürəkdən sağ qalma baxımından üstün olduğunu göstərməyib. Hətta bəzi tədqiqatlarda potensial zərər və ya daha pis nevroloji nəticə riski də qeyd olunub. Bəs nə vaxt istifadə oluna bilər? Ancaq xüsusi hallarda nəzərdən keçirilə bilər. Məsələn, xəstənin uzun müddət daşınması lazım gələndə, təcili yardım maşınında, helikopterdə, xilasedicinin təhlükəsizliyi təmin edilmədikdə və ya çox uzun müddətli ürək lazım olduqda. Amma istifadə olunarsa da, əsas şərt odur ki, cihazın quraşdırılması zamanı kompressiyalara verilən fasilə minimuma endirilsin. Başqa alternativlər var idi, baş üstündən ürə, dabandan ürə. Baş üstündən ürə deyilən bir texnologiya var. Bu, xüsusilə çox dar yerlərdə, məsələn, təyyarədə, pilləkəndə tək xilas edici xəstənin baş tərəfində duraraq kompressiya edə bilər. Bəzi maneken tədqiqatları bunun standart mövqə qədər effektiv, hətta bəzən daha yaxşı olduğunu göstərib. Amma dabanla və ya ayaqla edilən kompressiyalar kimi digər qeyri-ənənəvi üsullar hələ yaxşı öyrənilməyib, ziddiyyətli məlumatlar var və tövsiyə olunmur. Beləliklə, bütün bu danışdıqlarımızı yekunlaşdırsaq, sənin üçün, yəni dinləyicimiz üçün, əsas çıxarışlar, yadda saxlanmalı məqamlar nələrdir? Ən əsas mesaj odur ki, bu təlimatlar qorxulu və mürəkkəb görünsə də, əslində həyat qurtaran praktik addımlardır. Əsas odur ki, nə edəcəyini biləsən və hərəkətə keçməyə hazır olasan. Yadda saxla, tez reaksiya ver. Hər saniyə vacibdir. Güclü və sürətli bas. Dəqiqədə 100-120 dəfə. Ən az 5 sm. Amma 6 sm-dən çox yox. Sinənin tam geri qayıtmasına imkan ver. Və ən əsası, fasilələri minimuma endir.
xüsusilə kompressiyalar arasındakı fasilələri. Bəli, AHŞ-də varsa qorxma, çəkinmə, dərhal istifadə et. Cihaz sənə nə edəcəyini deyəcək. Və əgər xüsusi bir vəziyyətlə üzləşsən, boğulma, piylənmə kimi texnikanı necə uyğunlaşdıracağını bil. Əsas prinsiplər çox vaxt eyni qalır. Bu biliklərə sahib olmaq həqiqətən də insana bir güvən hissi verir. Ürək dayanması hallarında sağ qalma statistikaları ürək açan olmasa da, unutmamalıyıq ki, sənin kimi bir kənar şəxsin, bir şahidin, vaxtında və düzgün müdaxiləsi həqiqətən də böyük fərq yarada bilər. Tamamilə doğrudur. O sağ qalma zəncirindəki boşluqları dolduracaq olanlar elə bizlərik, adi insanlar, tibb işçiləri, hamımız. Biliklə real hərəkət arasındakı o körpünü qurmalıyıq və bu mümkündür. Və sonda sənin üçün bir düşüncə, bir sual. Nə edəcəyini kitablardan oxumaq, podkastlardan dinləmək bir şeydir. Amma real həyatda, gözlənilməz bir anda, o adrenalin yüksələndə, qorxunu, tərəddüdü aşıb, həqiqətən də o addımı atmağa, o kompressiyalara başlamağa hazırsanmı? Bu, həqiqətən də üzərində düşünülməli bir məqamdır. Bəlkə də bu müzakirə sənin üçün bir işarədir. Bəlkə də növbəti addımın yaşadığın yerdə, iş yerində və ya hər hansı bir təşkilatda təklif olunan praktiki bir URE və AXD təliminə yazılmaq olmalıdır. Əla təklifdir. Bu, həm özünə, həm ailənə, həm də cəmiyyətə edə biləcəyin ən dəyərli sərmayələrdən biri ola bilər. Unutma, hazır olmaq həyat xilas edə bilər.